Salam uşaqlar. Demək, ümumi sınaq 4-dən səhvlərinizin izahını verəcəm. Başlayaq birincidən. Birinci sualda səhviniz yoxdur. İkinci sualda yanlışlıq var, səhv edən uşaqlar var. Mətn redaktorunda hazırlanmış sənədin ilkin variantı 5 abzasdan ibarətdir. Abzaslara aşağıdakı əməliyyatlar ardıcıllıqla tətbiq olunmuşdur. Bu əməliyyatların icra olunmasından sonra ilkin olaraq AA, BB, CC, DD, YY kimi olan abzaslar hansı ardıcıllıqla düzülmüş olacaqdır? Soruşur. Baxırıq birinci tətbiq olunan ardıcıllıqlara, əməliyyatlara. Birinci deyir ki, ikinci abzas seçilmiş və backspace düyməsi sıxılmışdır. Biz ikinci abzası seçib backspace düyməsini sıxsaq, ikinci abzas silinmiş olacaq buradan. Daha sonra dördüncü abzas seçilmiş və Ctrl-X klavişlər kombinasiyası icra olunmuşdur. Dördüncü abzas seçilir və Ctrl-X vurulursa dördüncü abzas silinir. Daha doğrusu buradan kəsilir. Kəsilib mübadilə buferinə köçürülür. Daha sonra birinci abzas seçilmiş və Ctrl-C klavişlər kombinasiyası icra olunmuşdur. Birinci abzası seçib və Ctrl-C icra edib. Ctrl-C icra edibsə, bunu yenidən sürətinə mübadilə buferinə köçürüb. Amma həm də yerində qalıb. Yəni kopyalayıb da, belə deyək. Kopya əmri icra olunub. Daha sonra kursor sonuncu abzasının əvvəlinə gətirilir və Ctrl-V klavişlər kombinasiyası icra olunur. Sonuncu abzas 5-ci abzasdır. 5-ci abzasın deməli sonuna gətirilir. 5-ci abzasın sonuna gətirilir, yəni bura gətirilir. Ctrl-V eləsə sonuncu dəfə mübadilə buferində ən üstdə birinci abzas qaldığı üçün buraya birinci abzas düşəcək. Yəni A düşəcək. İndi biz sonraki addımda undo əmrini icra etsək, bu sonuncu yazdığımız yenidən undo əmri budur da, geri qaytaracaq, ləğv edəcək əməliyyatı. Yenidən silinəcək orada. Nəticədə abzasların ardıcıllığı belə olacaq. Birinci, üçüncü və beşinci abzas şəklində gələcək. Yəni A, C və Y şəklində olacaqdır. İndi baxaq doğru cavab hansı variantdadır? Doğru cavab Y variantındadır. Növbəti səhviniz 5-ci sualdadır. 3-cü sual və 4-cü sual doğrudur. 5-ci suala baxırıq. 5-ci sualda deyir: A böyükdür B şərtini ödəyən A və B tam ədədləri girişə verilmişdir. Alqoritmin yerinə yetirilməsindən sonra A və B dəyişənlərinin qiymətlərinə görə aşağıda doğru olanları müəyyən edin. İndi baxırıq. A və B dəyişənləri girişə daxil edilib. Daha sonra A dəyişəninə A ilə B-nin cəmi mənimsədilib. Daha sonra B dəyişəninə A-nın 2 qatı mənimsədilib. Yəni A-nın yeni qiymətinin 2 qatı. Daha sonra A dəyişəninə A ilə A-nın cəmi mənimsədilib. Bu qaydadan başlayırıq. Birinci. A ilə B daxil edildi. A bərabər oldu A plus B-yə. A bərabər oldu A plus B-yə. A üstəgəl B. Demək, A dəyişəninin yeni qiyməti A plus B-yə bərabərdir. Daha sonra B dəyişəninə A dəyişəninin 2 qatı mənimsədilir. Yəni, B bərabər olur A vur 2. A bizdə A plus B-dir. Olacaq A plus B vurulsun 2. Yəni, olacaq 2A plus 2B. Daha sonra A dəyişəninə A plus A mənimsədiləcək. Yəni, A bərabər olacaq A plus A-ya. A da bizdə A plus B olduğu üçün olacaq A plus B plus A plus B. Yəni, olacaq 2A plus 2B-yə. Daha sonra B bərabərdir B plus 1. B bizdə 2A plus 2B-dir. O zaman B bərabər olacaq 2A plus 2B plus 1. Nəticədə A-nın son qiyməti olacaq 2A plus 2B, B-nin son qiyməti olacaq 2A plus 2B plus 1.
İndi bizdən soruşduğu nə idi? A və B dəyişənlərinə görə doğru olanları müəyyən edin. Yəqin ki, doğrular variantlarda da. Aha. Variantda da görürük ki, elə doğru cavab D variantındadır. Çünki B böyükdür A-dan. Yəni B dəyişəni görürsünüz ki, A dəyişənindən bir vahid çoxdur. Yəni B böyükdür A olacaq doğru cavab. Daha sonra 6-cı sualda səhviniz var. 6-ya baxaq. 6 say sistemləri ilə bağlıdır. Say sistemlərində belə deyək də səhvə yol vermisiniz. Və deyir 16-lıq say sisteminin rəqəmləri 16-lıq say sisteminin rəqəmləri müxtəlif olan ən böyük 2 rəqəmlərdədir. 2-də deyir 8-li say sisteminin rəqəmləri müxtəlif olan ən kiçik 3 rəqəmlərdədir. 3-də deyir 2-li say sisteminin ən böyük 9 rəqəmli ədədir. İndi biz bilirik ki, 16-lıq, 8-lik, 2-lik say sistemləri mövqeyli say sistemləridir. Mövqeyli say sistemlərində də biz ən kiçik və yaxud ən böyük ədədi düzəltmək istəyiriksə, o zaman həmin say sisteminin ən böyük və ən kiçik rəqəmlərindən uyğun olaraq istifadə edərik. Yəni, ən kiçik ədədi düzəltmək üçün ən kiçik rəqəmlərdən, ən böyük ədədi düzəltmək üçün də ən böyük rəqəmlərdən istifadə etməliyik. Yəni, ön hissədə onları qoymalıyıq. Yəni, belə deyək də, ilkin mərtəbə qiymətlərinə görə düzgün təyin etməliyik. İndi, bir də bizdə birinci şərtdə deyir ki, 16-lıq say sisteminin rəqəmləri müxtəlif olan ən böyük 2 rəqəmli ədədir. O zaman, 16-lıq say sisteminin ən böyük rəqəmi F-dir. Rəqəmləri müxtəlif dediyi üçün sonrakını qoyacaq Y. F, Y 16-lıqda. İkincisində deyir. 8-li say sisteminin rəqəmləri müxtəlif ən kiçik 3 rəqəmli ədədir. Ən kiçik deyirsə 1 ilə başlamalıdır. 0 ilə davam etsin və 2. 8-li say sistemində. Üçüncü. 2-li say sisteminin ən böyük 9 rəqəmli ədədi. 2-linin ən böyük 9 rəqəmli ədədi, yəni 9-dan 1 deməkdir. Onda 9-dan 1 deməkdir belə. Bunları onluq say sisteminə çevirərik. Bu da 2-likdir. Hər birini onluq say sisteminə çeviririk. Bu 511 olacaq onluq say sistemində, bilirsiniz də. 1 vurulsun 2 üstü 8, 256-dan 2-nin qüvvətləri şəklində gələcək 1-ə qədər. Bu da eləyəcək 511 onluqda. Digər tərəfdən F vurulsun Y. F vur 16 plus Y. Yəni 15 vur 16 plus 14. Hesablayaq bunu da. Demək, bu deyilir 254. 254 deyilir onluqda. Daha sonra 102 8-likdə bu da olur 1 vurulsun 2 üstü 8 üstü 2 plus 2 yəni 60. 4 66 onluqda. O zaman nə olacaq? 1 gedəcək D-yə, 2 gedəcək A-ya, 3 də gedəcək C-yə. Yəni D-AC. D-AC. D-AC də hansı variantdadır? B variantında. Doğru cavab eləyəcək B variantı. Daha sonra baxaq növbəti səhviniz olan suala. Demək, 7-ci sualda eləcək. Səhv var. Keçirik 7-yə. 7-ci sualda web səhifədə göstərilən cədvəli formalaşdırmaq üçün HTML-də yazılmış kod fraqmentində sual 1-in, sual 2-nin və sual 3-ün yerinə yazılmalı olan uyğun təqləri müəyyən edin deyir. Gəlin ilk öncə, baxın bu yaradılmış, HTML-də yaradılmış cədvələ nəzər salaq. İlk öncə görürük ki, burada addır, soyaddır və nömrədir. Bunlar sütun başlıqlarıdır. Sütun başlıqları da bilirik ki, TH təqi ilə yaradılır. TH. Daha sonra Anar Rəşidov, bir də nömrə yazılıb. Yadigar Əliyev, bir də nömrə yazılıb. Bunlar da bu sətirləri də yaratmaq üçün TR təqindən istifadə edirik. TR təqinin içərisində də məzmunları, yəni Anar və Rəşidov, Yadigar Əliyev və bu nömrələri də qeyd eləmək üçün
TD tegi ilə məzmununu, yəni xanaların məzmununu doldururuq. Daha sonra görürsünüz ki, table border, table teginin border atributu əlavə olunub bura. Yəni, border atributu əlavə olunub ki, bu kənar xətlərdə qeyd olunub. Başqa nələr var burada? Anar Rəşidov, Yadigar Əliyev. Bu sözlər görürsünüz ki, strongla, yəni boldla və yaxud strongla yazılıb, ya da B tegi ilə yazılıb. Nömrələr isə kursivlə yazılıb, yəni italik yazılıb. İstifadə olunanlar bunlardır burada. Əlavə bir şey yoxdur burada. Gördüklərimiz bunlar. Nə görək? Konkret sual 1-in, sual 2-nin, sual 3-ün yerində nə olmalıdır? O hissəyə baxaq əsas. Sual 1-də nə deyir bizə? Çox getdim. Sual 1-də nə deyir? Ad, soyad, nömrə. Ad, soyad, nömrə bildik ki, sütun başlıqlardır. Bayaq qeyd etdim ki, sütun başlıqları TH tegi vasitəsilə yazılır. Daha sonra sual 1 deməli TH-dir. Daha sonra Anar Rəşidov, bir də bu nömrə. Üçü bir yerdə görürsən ki, TR tegindədir, yəni sətirdir. Sətrin də məzmununu doldurub TD tegi ilə. Deməli, 2-nin yerində TD tegi olmalıdır. Daha sonra 3-ün yerində isə Anarla Rəşidovu görürsən ki, qalın yazıb, italik də yazıb nəyi? İtalik də yazıb nömrəni. Həmçinin Yadigar Əliyevi də, baxın burada da fikir verin. 3-də yəni ya strong olar, ya da bold olar. O birində italiklə verib. Gəl doğru cavaba baxaq. TH, TD və strong ya da bold. TH, TD, strong, bold. B variantıdır doğru cavab. TH, TD və bold. Yəni birincisində sütun başlıqlarını yaradıb TH tegi ilə, deməli TD ilə məzmunlar doldurulub, boldla isə qalın şriftlə yazmağa xidmət edib orada. Bu da belə. Daha sonra növbəti səhviniz var 8-ci sualda. 8-ci suala baxırıq. Elektron cədvəlin B2 xanasında, bizə deyək ki, buranı təmizləyək. Elektron cədvəlin B2 xanasında K vurulsun A2 plus B. K və B natural ədədlərdir. Düsturu yazılmışdır. B2 xanasında olan düstur B3, B7 diapazonunda olan hər bir xanaya köçürülmüş və B2, B7 diapazonuna əsasən xətti diaqram qurulmuşdur. Məlumdur ki, A2, A6 diapazonundakı xanaların qiymətlər ardıcıllığı gözlənilməklə uyğun olaraq 6, 3, 4, 1, 5 ədədləridir. A7 xanasında isə bir düstur qeyd olunmuşdur. A7 xanasında yazıla biləcək düsturları müəyyən edin. Fikir verin, burada birinci deyir ki, diaqram B2, B7 diapazonuna əsasən qurulub. Əgər diaqram B2, B7 diapazonuna əsasən qurulubsa, B2, B7 uyğun olaraq, yəni bu diapazonun birinci xanasından sonuncu xanasına uyğun olaraq qurulub. Yəni B2-yə bura düşüb, B3, B4, B5, B6, B7. Bu bir. Daha sonra deyir ki, A2, A6-nın da qiymətləri uyğun olaraq bunlardır. Yəni A2-yə 6 gedir, A3-ə 3 gedir, A4-ə 4, A5-ə 1, 6-ya da 5 gedir. Bu qayda ilə. Bunlar aydındır. İndi gəlin baxaq nəyə. Birinci, bu B2, B7-dən bir neçə qiymətdən, hansısa iki xananın qiymətindən istifadə etməklə K-nın və B-nin qiymətlərini təyin edə bilərik. B bizdə nə verilib? B2. Bizə deyir ki, B2 bərabərdir K vurulsun A2 plus B. Bir dənə də tutaq ki, gedək B3-ü yazıq. Elə B7 çox uzaq qiymət götürmürəm, uzaq xana götürmürəm. B3-ü yazıq.
B3 bərabər olacaq. B2-dən B3-ə köçürsək, olacaq K vurulsun, K vurulsun. A3 plus B. Düzdürmü? İndi gəlirik bunların qiymətlərini yerinə qoyuruq. B2-nin qiyməti görürük ki 14-dür. B3-ün qiyməti isə 8-dir. Uyğun qiymətləri qoyuruq yerinə. Yazırıq. 14 bərabərdir. K vurulsun. A2 bizdə nədir? A2 də bizdə 6-dır. 6 plus B. Daha sonra 8 bərabərdir. 8 bərabərdir. Burada nə idi? 3. 8 bərabərdir. K vurulsun. 3 plus B-yə. İndi sistem tənliyini həll etsək, K-nın və B-nin qiymətlərini təyin edə bilərik. Nə edirik biz? İkinci tənliyin hər tərəfini mənfi 2-yə vursaq, bu olacaq 14 bərabərdir 6K plus B. Tərəf olacaq mənfi 16 bərabərdir mənfi 6K minus 2B. Tərəf-tərəfə toplasaq K'lar gedəcək. Mənfi B bərabər olacaq mənfi 2-yə, B də bərabər olacaq 2-yə. Əgər B2-dirsə, gətirib, məsələn, burada yerinə qoysaq, 6K plus 2 bərabər 14, onda K da bərabər olacaq 2-yə. Demək, buradan biz B-nin də qiymətinin 2, K-nın da qiymətinin 2 olduğunu tapdıq. Fərq yoxdur, hökman deyil ki, B2, B3 üzrə yazarsınız. Hansısa xana üzrə, yəni verilmiş o diapazonuna uyğun xana üzrə yazsanız, diaqramdan uyğun qiymətlərini yerinə qoysanız, yenə də K-nı 2, B-ni 2 təyin edəcəksiniz. İndi, bunu aşkarladı. İndi buranı silək. B2, K2 qiymətlərini yadımızda saxlayaq. B bərabərdir 2, K bərabərdir 2. İndi baxırıq. Məlumdur ki, indi bizdən istədiyi nədir? Bizdən istədiyi A7 xanasında hansısa bir düsturda onun qiymətini təyin eləmək lazım. A7-ni təyin etməkdən ötürü A7 harda işlənir? Bayaq gördük ki, B2 xanasında A2 işləndi, B3 xanasında A3 işləndirsə, deməli B7 xanasında da A7 işlənəcək. B7 bərabərdir A7 vurulsun K plus B-yə. B7-nin qiyməti görürsünüz ki, burada 6-dır. 6 bərabərdir A7 vur 2 plus 2. O zaman 2A7 bərabərdir 4-ə, A7 bərabərdir 2-yə. A7-nin qiyməti oldu 2. Demək, biz indi gəlib buradakı düsturlara baxırıq və düsturlarda elə uyğunluq müəyyən eləməli ki, nəticə, hansı düsturun nəticəsi 2 olarsa, deməli, həmin düstur bizə lazım olan, belə deyək də, düsturlardır. Onlara A7 xanasını yaza bilərik ki, qiyməti 2 alınacaq. Birinciyə baxaq. Birincidə deyir ki, A2 böl A3. A2 bizdə nədir? 6. A3 nədir? 3. 6-ın 3-ə bölündə 2 eləyir. 1 doğru cavabdır. 1 doğrudur, sonra da B variantını, Y variantını və C variantını ata bilərik. Yəni, cavabları əldə bilərik. Normalda götürüb bunların hər birini yoxlaya bilərsiniz. Amma indi vaxt qazanmaqdan ötürü mən bunu belə deyək də, belə yazıram. Geriyə nə qalır? Demək, 7 də mütləq ki, doğrudur da. Sam A5, B6 böl 11. Yoxlaya da bilərsiniz nəticəni. B6-nı ayrıca təyin edib, A5-in də qiymətini buradan götürüb, A5-i B6-ya bölüm nəticə, daha doğrusu A5, B6 diapazonu deyirik. A5-dən B6 diapazonuna qədər cəmləyib, 11-ə bölüb, nəticəni yoxlaya bilərsiniz. Amma onsuz da artıq ardını mən tez həll etməkdən ötürü cavablarla gedirəm. 1 ilə 7 görürük ki, doğrudur. Geriyə bir dənə qalır 3 ilə 4-ü yoxlamaq. Biri səhv olacaq, çox güman ki, biri doğru. 3-ə baxırıq. 3-də nə deyir? 3-də deyir ki, B2 minus B3. Hansı ki, B2 ilə B3-ün qiyməti var idi. 14 ilə 8. 14-dən 8 eləyir 6. 6-nı da bölsən A3-ə. A3 də bizdə nə idi? 3. 6-nı 3-ə böləndə eləyir 2. Elə doğru cavab eləyir A variantı. Çünki 3 doğrudursa, demək 4 yanlış olacaqdır. Burada da doğru cavab elədi A variantı. Yəni, bu da sizin növbəti sualınızdır. İndi baxırıq nəyə? Digər səhv etdiyiniz sual 13 nömrəli tapşırıqdır. Gedək 13 nömrəli tapşırığa. Daha çox çətin tapşırıqları işləmişsiniz, sadə tapşırıqları elə bil qarışdırmışsınızmı deyim, nəmi? Səhvlər etmişsiniz burada. Baxaq 13-ə.
Anar ifadəsində olan simvolların hər birinin AES-C kodlaşdırma cədvəlindəki onluq kodlarının ardıcıllığı 65-78-ə 65-82 kimidir. Buna əsasən, yadigar ifadəsində olan simvolların hər birinin AES-C cədvəlində olan 16-lıq say sistemindəki kodların ardıcıllığını müəyyən edin deyir. Çox güman ki, burada səhv edən uşaqlar eləcə onluq kodu ilə götürüblər. 16-lıq koda diqqət eləməmiş. Amma hər dəfə deyirəm ki, məsələn, şərtini oxuyanda bir qədər diqqətli olun. İndi deyir ki, anar. Anarın hərfləri A-dır, N-dır, bir də R-dır da. Uyğun olaraq kodu, A-nın kodu 65-dir. Böyük A-nın kodu. N-nın kodu 78-dir. R-nin də kodu 82-dir. Biz bilirik ki, AES-C kodlaşdırma sistemində, AES-C-dən simvollar bir-birinə uyğun məsafədə yerləşirlər. Hər kiçik hərf böyük hərfdən 32 vahid məsafədə yerləşir. Kiçik hərflərin qiyməti böyük hərflərin qiymətindən 32 vahid böyük olur. O zaman əgər böyük A 65-dirsə, onda kiçik A 65 plus 32 olacaq. Yəni 97 olacaq. N'in kodu. Kiçik N'in kodu onsuz da bizə lazım deyil. Bizə yadigarın hərflərini istədiyi üçün yadigarda da kiçik N lazım deyil. Heç böyük N də lazım deyil. Amma kiçik R var da yadigarda. Ona görə kiçik R'i də tapaq. Kiçik R'də nə olacaqdır? Olacaqdır, deməli, 82 plus 32. 114. Düzdürmü? Bunlar təyin etdiyini baxırıq yadigar. Yadigarda böyük Y-nı hələ ki belə deyib bizə lazım deyil. Kiçik A lazımdır. Kiçik A-nın onluq kodu 97-dir. Kiçik A-nın onluq kodu 97-dir. Çevirilir 16-lıq say sisteminə. Deməli 97 16-lıq say sistemində olur 61. Yəni kiçik A-nın 16-lıq kodu olacaq 61. Daha sonra D hərfi hələ ki bizə lazım deyil. I, C, bunları tapmasaq da olar. A hərfinin kodunu tapırıq. Böyük A hərfinin kodu. Böyük A hərfinin onluq kodu 65-dirsə, onda 16-lıq kodu da olacaq. Deməli, 65-dirsə 4 dəfə 41. Daha sonra bir də kiçik R-nın kodunu tapırıq. Tapa bilərik daha doğrusu. Kiçik R-nın da kodu olacaq. Onluq kodu 114-dürsə, 16-lıq kodu eləyəcək. Deməli, 7 dəfə 72. İndi baxırıq. Yadigar sözündə kiçik A ikinci hərfi. Yəni, artıq bunlarla çox güman ki, tapa bilərik cavabı. Yəni, ikinci hərfi 61, sonuncu hərfi 72 olan. İkinci hərfi 61, sonuncu hərfi 70. Elə bir dənə D variantı var. Yəni də dəqiqlik üçün böyük A-nın da qiymətinin 41 olduğuna baxaq. Bəli, 41, 72, 61. Doğru cavabı oldu D variantı. Yəni, biraz daha ola bilərdi ki, çətinləşdirə də bilərdilər. Çətinləşdirsəydilər əgər, yəni o hərflərin artıq arasındakı məsafə ilə də, məsələn, D-ni tapa bilərdik də. A, B, C, D. Bu qayda ilə. Yəni, onu da eyni sayda artırmaqla, yəni A-dan, kiçik D-yə gedə bilərdik. Amma indiki halda eləcə cavab alındı. Deməli, 13 də elədi D variantı. Baxaq növbəti sualda neçədə səhviniz var? 14-də. 14-də. Aha. 14 C1, J1 diapazonundakı ədədlərin faktoriallarından uyğun olaraq C2, J2 diapazonunda əldə olunması üçün C2 xanasına düstur yazılmışdır və D2, J2 diapazonunda olan bütün xanaları köçürülmüşdür. C2 xanasına yazıla biləcək düsturları müəyyən edin. Düsturların müəyyən olunmasında nə edirsiniz? Əgər məntiqi olaraq onu tapması çətin gəlirsə, ilk öncə lazım olan düsturu yazın. Və belə deyək də, bir neçə dənə xana üçün yoxlayın. Görün nə baş verir. Ondan sonra artıq təyin etmək asan da olur. İndi baxın, fikir verin burada. N sıfır olanda N faktorial 1 olur. Yəni 0 faktorial 1 olur. 1 faktorial 1 olur.
2 faktorial 2 olur, 3 faktorial 6, 4 faktorial 24 bu qayda ilə gedir. Yaxşı. Bəs bunların hesablanması necə olur? Ümumiyyətlə biz faktorialı hesablarını necə edirik? Ədədləri bir-bir artırırıq, hər dəfədə vururuq özündən əvvəlkinə. Bu qayda ilə əslində biz faktorialı tapırıq. İndi burada nəyə vurub fikir verin. 1-i 1-ə vurub yazıb 1. 2-ni 1-ə vurub yazıb 2. 3-ü 2-yə vurub yazıb 6. 4-ü 6-ya vurub yazıb 24. 5-i 24-ə vurub yazıb 120. Baxın, bu qayda ilə də təyin olunub. Yəni, baxın, bizə deyirdi ki, C2 xanasında. C2 xanası buradır da. Buranın qiymətini təyin etmək üçün nə edirdi? 1-i 1-ə vururdu. Yəni, C2 xanasının qiymətini təyin etməkdən ötürü, C2 xanasının qiymətini təyin etməkdən ötürü, C1-i B2-yə vururdu. C1-i vururdu B2-yə. İndi fikir verin. Başqa xanalar üçün də yoxlayaq görək nə baş verir. Məsələn, biraz uzaqlaşaq. Y2 xanası üçün bu 6-nı necə aldığına baxaq. 6-nı necə aldığını, yəni Y2 xanasını necə aldığını. Y2 xanasını tapmaq üçün nə etməlidir dedim. Bunu buna vurmalıdır. Yəni Y1-i vurmalıdır nəyə? D2-yə. Birini də yazaq aydınlıq üçün. Məsələn, H-ı yazıram. H2 xanasını, yəni bu 720-ni tapmaqdan ötürü. H2 xanasını tapmaqdan ötürü. Neyinir? H1 xanasını vurur, ondan əvvəl gələnə. C2-yə. Düzdürmü? Bunlar təyin etdi. İndi fikir verin. C2, Y2, H2, C1, Y1, H1, B2, D2, J2. Baxın necə gedib. Birlər onsuz da dəyişmir. Bax, fikir verin. Birlər və ikilər onsuz da dəyişmir. Özü sabit qalacaq onsuz da. Yəni, dəyişməyəcək. Amma C-lər, Y-lər, H-lar, baxın, bunlar dəyişirlər. Bunları biz sabit saxlaya bilmərik. Dəyişməlidirlər bunlar. Dəyişməsələr bu faktorialı ala bilmərik. Amma birlər və ikilər sabit qala da bilər. Sərbəst də buraxa bilərik. Sərbəst buraxsaq da onsuz da sürüşdürülmə zamanı özünüz görürsünüz ki, onlar dəyişilmir. Amma sabit də saxlasaq, dəyişən bir şey olmayacaq. Sabit qalmağı ilə dəyişdirmək eyni anlama gəlir. Amma sütunları isə mütləq sərbəst buraxmalıyıq. Sütunlar sabit qalmamalıdır. Sütunlar görürsünüz ki, dəyişir. Y-də Y olur, H-da H olur, C-də C olur. Və yaxud Y-də D olur, H-da C olur, C-də B olur. Onda nə edərik biz? Deməli, bizim yazacağımız düsturlarda, yəni biz hansı ki bu xanadakı düsturu köçürdükdə, yəni C2 xanasındakı düsturu köçürürdük. C2 xanasındakı düsturda biz nə edirik? Baxın, C1 vur B2 idi də bizim düsturumuz. C1 vur B2-də, 1-i və 2-ni sabit saxlaya bilərsən. Amma C ilə B mütləq ki sərbəst olmalıdır. C ilə B-nin qarşısında istinad işarəsi olmamalıdır. C-nin qarşısında istinad işarəsi var, atırıq. 3-də yoxdur, 2-də yoxdur. Bax, 4-də atırıq. C-nin və B-nin qarşısında istinad işarəsi var. 5-də yoxdur. 7-də yoxdur. 6-da da var, atırıq. Doğru cavab eləyir. 2, 3, 5, 7. Yəni B variantı. 14-də doğru cavab elədi. B variantı. Keçirik növbəti sualınıza. Sizin 16-cı sualı. 15-də səhviniz yoxdur. Keçirik 16-cı suala. 16-cı sualda deyir ki, bir klasterin 4 kilobayt olduğunu diskdəki D users anka xatirələr ünvanında olan array adlı qovluqda olan bütün fayllar və onların informasiya həcmləri aşağıdakı məlumat cədvəlində verilmişdir. Gördüyümüz kimi. Cədvəldə göstərilən fayllardan diskdə tutduğu yer bu faylın öz həcminə bərabər olan video fayllar seçilir və kat əmri icra olunur. Sonra D users anka ünvanında yaradılmış temp qovluğuna keçid olunaraq paste əmri icra olunur. Və əməliyyatdan sonra həmin video faylın tam adını müəyyən edin deyir. İndi fikir verin. Video fayllar deyil. İlk öncə burada video faylları seçirik.
Qarışdırmayın bu halda heç vaxt qarışdırmayın. Götürüb bütün faylları yoxlanın. Bizə nələr lazımdır? Video faylları lazımdır. Yalnız video faylları yoxlayın. Çünki ola bilər ki, başqa fayllar da olsun. Baxırıq, birincisi video faylıdır. İkincisi video faylı deyil, özdə VNF yazılmır, o VNV yazılmalıdır orada. Daha sonra ODG qrafik faylıdır, video faylı deyil, GIF də video faylı deyil, şəkildir. BMP-də şəkildir. AV video faylı. Deməli, burada 2 dənə video faylı var. Birincisi rtm.flv, bir də bu AV. Birincisinin həcmi demək 3 MB 96 kilobaytdır. İkinci tapdığımız video faylın həcmi isə 2 MB 66 kilobaytdır. İndi bizə lazımdır ki, 4 kilobaytlıq klasterlərlə yüklənsə diskə. Bunlar faylların öz həcmidir. Diskə 4 kilobaytlıq klasterlərlə yüklənsə əgər, diskdəki həcmi ilə öz həcmi eyni olması üçün 4-ə tam bölünməlidir də. Faylın öz həcmi 4-ə tam bölünəndə onun klasterlə, yəni kompüter yaddaşı ilə faylın öz yaddaşı eyni olacaq. 3 MB kilobayta çeviririk. 3072, o da 96. 3072, bu da 96. ...3168 kilobayt. Digər tərəfdən 2 MB 2048, o da 66. 2114. İndi 4 dedik ki, 4 kilobaytlıq klasterlərə tam yerləşməlidir. İndi baxırıq. Bu 4 kilobaytlıq klasterə tam yerləşirmi? 68-dir də. 68 isə tam yerləşir. Çünki son 2 rəqəmi 4-ə tam bölünür. Sonra bu digər isə 14-dür, 4-ə tam bölünmür. Deməli, axtardığımız fayl eləcə bu idi. Düzdürmü? Demək, bu idi. İndi bizə nə lazımdır? İndi bizə lazımdır ki, bu fayl harada yerləşir? Baxaq. Faylın harada yerləşdiyinə baxaq. D-users anka ünvanında yaradılmış temp qovluğuna. Deməli, olacaq D-users anka temp və bunu kopyalayır, gətirir, paste əmrini icra eləyir. Onda olacaq D-users anka temp, bir də nə? rtm.flv. Yəni D variantı. Olacaq doğru cavab. Bu da belə. Deməli, neçənci sual idi bu da? Baxdıq biz 16-cı suala. Bir dənə qalıb 17-ci sual. sual. 17-ci sual buradadır. Python sualıdır. Baxırıq. Deyək ki, proqramın nəticəsini müəyyən edin. Baxırıq, yadigar verilib, kapitalize edilib. Kapitalize edilibsə S bərabər olub. Kapitaliz bilirik ki, birincisini böyük yazacaq, qalanlarını kiçik yazacaq. Formaya düşəcək. S bərabər S.replace A-nı plus plusla əvəz eləyəcək. Demək, S bərabər olacaq Y plus plus D, I, C plus plus R. Yəni, A-ları replace elədi plus plusla. Daha sonra R bərabərdir boş sətir yaradıb. For in range 0-dan LNS-ə qədər. R bərabər, bax, bura fikir verin. Bunu bir-bir götürüb yazmayarsınız. S-I plus R plus S-I. Yəni, R-i ortada saxlayır, kənarlarına qoyur. Ortada, bax, heç nəyi saxlayıb, boş sətirdir. Kənarlarına birinci götür, 0-dan LNS-ə qədər. Deməli, bunun bütün elementlərini bir-bir götürəcək. Və ortaya bunu qoyub, kənarlarına baxın, bu Y-yığını qoyacaq. Ortaya da heç nə qoymadığı üçün bu Y-yı yapışacaq bir-birinə. Daha sonra ikinci plusu götürəcək, bunun kənarlarına qoyacaq. Çünki artıq Y-yı R sətridir, R sətri ortada qalacaq. Və belə-belə gedəcək də. Bunu götürdü 0 plus plus, bunu götürdü D, D.
Bunu götürdü. I. Sonra bunu götürdü. C. Plus. R. Bakın bu formaya düşdü sətir. Sətir hal-hazırda bu formadadır. Daha sonra görək nə deyir. Mən biraz təmizləyək. Daha sonra deyir ki, R bərabərdir SI plus, bura baxdıq. R bərabərdir R 3-dən sonrası plus 3-ə qədəri. 3-dən sonrası plus 3-ə qədəri. Baxırıq. 0, 1, 2, 3. 3 buradır. 3-dən sonrasını götürürsə 3-lə eyni anda buranı götürür. Mitov buranı götürdü. Və bunun üstünə də gəlir 3-ə qədəri. 3-ə qədər nədir? 0, 1, 2, 3-ə qədər. Yəni 3-ün özünü götürmür. Yəni R plus plusu gəlir bunun üstünə. Olur R plus. Bax bu formada olacaqdır. İndi nə edəcəyini printə verəcəyik. Olacaq git plus y plus dik plus RR plus. Yəni D variantı olacaq doğru cavab. Bu oldu 17-ci sualımıza. Baxırıq növbəti sualımıza. Sizin növbəti sualınız da 19-dur. Gedək baxaq 19-a. 19-cu sual da buradadır. 19-cu suala fikir verin. Tərtib edilmiş proqram 789. Nəsə ədədlər verilib, ədədlərin hər biri üçün icra edilərsə, neçə dəfə yes ifadəsi ekranda əks olunacaq? İndi baxırıq biz. Birinci proqramın təyinatını müəyyən edək. Görək proqram hansı işi yerinə yetirir. N bərabərdir int input, natural ədədi daxil edir, tam ədədi daxil edir. C bərabərdir 0, nə qədər ki n kiçikdir 1000-dən. Əgər daha doğrusu n 1000-dən kiçikdirsə, n 0-a bərabər olur. 1000-dən kiçik olduqda 0-a bərabər olur. Ona görə də while-da gəlib onu yoxlamır. Daha while-i yoxlamır. Deməli, 1000-dən kiçik olduqda buranı yoxlamayacaq. Buranı yoxlamadığı üçün də C-ni artırmayacaq. C-ni çünki burada artırır ancaq. C də kiçik bərabərdir 3 olanda no verəcək. Deməli, 1000-dən kiçik qiymətlərində no verəcək. Bizə yes ifadələrini istəyir. Deməli, 3-dən kiçik qiymətlərində, yəni n-in 1000-dən kiçik qiymətlərində no verəcək. Yəni, burada no verəcək, burada no verəcək. 1000-dən kiçik qiymətə. Bu 2-dən də no verəcək. Bunlar öz yerində. Daha sonra. Yaxşı. Əgər ədədləri götürsən eləyəcək. Ədədi götürdü. Ta ki, bu ədədi götürdü. Bu ədədi götürdü. Gətirib burada müqayisə elədi 1000-dən. Şərt ödənmədiyi üçün düşdü while-a. Birinci şərt ödənmədi. Ona görə də n-i 0 eləmədi. Düşdü while-a. Nə qədər ki, n böyükdürmü 0-dan? Bəli. Əgər n-in 10-a bölünməsindən alınan qalıq böyükdürsə 3-dən, yəni onun rəqəmlərini n-in 10-a bölünməsindən alınan qalıq deyəndə onun rəqəmini çıxarır. Rəqəmin 3-lə müqayisə edir. Əgər 3-dən böyük olsa, c-ni bir vayda artırır. Əgər c 3-dən çoxdursa, printə yes-i verir. Yəni, deyir ki, neçə dənə rəqəmi, ədədin neçə dənə rəqəmi, 1000-dən böyük olan ədədin daxil edilmiş ədədlərdən 1000-dən böyük və rəqəmləri 3-dən böyük olanlar. Neçə rəqəmi 3-dən böyükdür? Neçə dənə rəqəmi 3-dən böyükdürsə, daha doğrusu 3-dən çox rəqəmi 3-dən böyükdürsə, onda onları çapa verir. Yəni, baxırıq, birinci ədəddə neçə dənə rəqəm 3-dən çoxdur? 8-dir, 6-dır, 4-dür, 7-dir. Onda burada deməli verəcək də yes verəcək burada. Daha sonra ikincisine baxaq. 3, 3, 3, 1. Bunu da yoxlasa, 1-i çıxaracaq. Bunu verməyəcək. Daha sonra bunu da verməyəcək. Bunu verəcək. 7-dir, 4-dür, 5-dir. Bunu da verəcək. Bunu da verməyəcək. 1, 2, 3 dənə ədədi verəcək.
çapı. Doğru cavab da eləyəcək. Deməli D variantı. Aydındırmı? Daha sonra növbəti suala baxaq. 23. 23'də cədvəldə sorğular və axtarış nəticəsində internetdə tapılmış səhifələrin sayı verilmişdir. Cədvəldəki verilənlərə əsasən yadigar sorğusu nəticəsində tapılan səhifələrin sayını müəyyən edin deyir. Deməli, Anar Cavid, bir də yadigar. Hər yerdən sizdə Anar Cavid yadigardır. Götürürük. Üstlərini dairə çəkirik. Yazırıq A, C və Y. Baxırıq, Anar 370-dir. Bura 370 qeyd edirik. Daha sonra Cavid 275-dir. Bura 275 qeyd edirik. Daha sonra Anar və yadigar 100-dür. Anarla yadigar 100-dür. İkisi 100-dür. Anarla Cavid 30-dur. Yadigarla Cavid 0-dır. Əgər yadigarla Cavid 0-dırsa, tam mərkəz 0-dır. Bura 0-dırsa, burada 0-dır. Deməli, hər üçünə düşən yoxdur. Sonra Anarla Cavid 30-dur. Anarla Cavid, baxın, bura 30-dur. Daha sonra Anarla yadigar 100-dür. Burada 100-dür. İndi digərlərini müəyyən edirik. Burada x-dir də. Bura o zaman olacaq x minus 100. Yəni, təkcə yadigar. Biz onsuz da yadigar axtarırıq. Yadigar tutaq ki, x-dir də deyirik. Təkcə yadigar olacaq x minus 100. İndi digərlərini də təyin edirik. Bura olacaq 130, bura olacaq 240. Daha sonra, çünki buradan bura 100-dür, bura 30-dur, 130 olacaq. Burada eləyəcək təkcə aya düşən 240. İndi bura 30-sa, 275-dirsə, 30-dursa, burada olacaq 245. Bunların hər birini cəmləyib bərabər götürürük 685-ə ora, yəni. Yazırıq 240, cəmləyək də bir dəfəli. 240, o da 245, eləcə 485, 485, 585, 610, 615. 615 üstə gəl x minus 100 bərabər olacaq 685-ə. Daha sonra beləcə 515 buradan yazaq 515 minus plus x bərabərdir 685-ə. X də bərabərdir 170-ə. X elədi 170. Bizdən də istədiyi nə idi? Onsuz da eləcə yadigarı istirdi. Yadigar da olacaq 170. Doğru cavab eləyəcək burada 170. Daha sonra